Bazıları iş yerində analarıyla, yəni xatirələri ilə, bəziləri analarıyla xatırlanır. Bir kitaba yaraşdırmadığım bir söz idi. Və demək olar ki, unutmuşdum. Ta ki, keçən dəfə bir yoldaş var, onunla görüşdük. Dedim, necəsən? Gözləmədiyim şəkildə birinin anasına söydü. Dedim, nə olub? Dedi, mən onu işə düzəltdim ora. O sonra mənim quyumu qazıb məni işdən çıxartdırdı. Və bizə də həmişə deyiblər ki, heç kimin anasına söymək olmaz. Bu günah kimi qəbul olunur, ayıb kimi qəbul olunur. Amma bir baxımdan da biz bunda öyrənməliyik ki, anıya da söydürmək olmaz. Və bilməliyik ki, əgər kiminsə çörəyinə bais olsaq, kiminsə işinə əngəl olsaq, indi söyərmi, söyməzmi daha onu deməyək, amma %90% götürək, söyləyəcəyik. Və buna görə də ən birinci özümüzə də aşılamaq lazımdır. O öyrətdiklərimizə də aşılamaq lazımdır ki, kiminsə çörəyinə bais olanda söyləyəcəyik.